Yəni görürsüz burada da abrabotkamızı, yəni emalımıza yaradacağımız bu obyektə ad qoya bilirik, sinonim, kommentariya və əlavə təsvir də qeyd edə bilərik. Onu da, yəni bizim abrabotkamızın da bazamızın alt sistemlərindən hər hansı birini əlavə edə bilərik. Məlumat bölməsində, danlı bölməsində, baxın bu sazlama pəncərəsində biz bu obyektimiz, yəni emal üçün də rekvizitlər təyin edə bilərik. Necə ki bunu sənədlərdə etmişdik. Hətta cədvəl də əlavə edə bilərik. Onun üçün də formalar da təyin etmək olar. Burada görürsüz sadəcə bir formadır. Digər obyektlərdən fərqli olaraq abrabotkalarda bir forma olur. Komandası, maketləri, yəni burada biz maket də əlavə edə bilərik. Necə ki hesabatda keçən dərsimizdə bununla da qısaca olsa da tanış olduq. Yəni bu şəkildə, yəni abrabotkada digər platformamızın konfiqurator ağacının obyektləri kimi belə onlara oxşar, yəni uyğun belə sazlamalara malikdir. Yəni gördüyünüz kimi bu sazlamaların bu cür olması 1S öyrənməsini